heç bir övladın valideynlərin hər hansı bir davasında, şavasında günahı yoxdur və onlar sadəcə olaraq valideynlərin arzusu ilə, istəyi ilə dünyaya gəlirlər, deyilmi? Yəni onların nə günahı var ki, valideynlər bir-birlərini istəmir, ayrılır, dava edirlər və arzulamazdım ki, övladlar bu davalarda iştirakçı olsunlar. Heç arzulamazdım. Həqiqətən də mənim çox ürəyim ağrıyır uşaqlar bu hadisələrin qurbanına çevriləndə və valideynlər onları belə alətə çevirəndə xoşum gəlmir. Həqiqətən də. Çünki maksimum dərəcədə uzaq tutmaq lazımdır. Hər bir evdə dava var, hər bir evdə qayğıları var, problemləri var, səs tonu qalxır da. Kimsə desə ki, bizim evdə heç vaxt dava olmayıb, heç birimiz bunu deyə bilmərik. Dava da olur, qırğın da olur, sakitlik də olur, bu evin qayğısı var, davası var, vay-şüvəni var, qırğını var, qiyaməti var, amma maksimum dərəcədə çalışırıq ki, uşaqlar bunu eşitməsin və uşaqlar bundan xəbərsiz olsun. Bilməsinlər ki, nə baş verir. Özlərinə aid olmayan məsələlərdən.